İmam-ı Zaman aleyhissalatu vesselamın selametçiliğine, təcil zuhuruna salavat zikrediyim. Allahümme salli ala Muhammedin ve ali Muhammed ve accil faracahum ve faracana bihakkihim. Euzu billahi min nefsi ve mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve sallallahu ala seyyidina ve nebiyyina Ebu'l Qasim Muhammed. Ve ala alihil ma'suminel mukerreminel muntecebin ve la'nu ala a'daihim ecma'in ila yevmiddin. Nahmaduhu ve nesta'inuhu nestağfiruhu ve netubu ileyh. İbadallah, usikum ve nefsi bi takvallah. Şükürler olsun Allah'a ki bugüne kadar ömrümüze vefa verdi ve nihayet bugün de değerli ve bereketli bir cuma gününde onun evinin sakini olmağa, onun inayetiyle müveffek olduk. Allah'a and verək, İzzət ve celalına, Əhl-i Beytin hürmet ve məqamına, ömrümüzün axırına kadar bizi həqiqi məscid əhillərindən qərar versin. Ve bizi öz iştirakımızla, geliş-gedişimizlə ve davranışımızla onun evlerini abad edənlərdən qərar versin. Məhərrəm səfər aylarından qabaq ki, Əmir-əl-Müminin əleyhissalamın xütbəsini oxuyurduq. Məhərrəm səfər ayları ilə əlaqədar olaraq o xütbəni saxladıq və məsləhət oldu ki, bu 2 ayda mövzu İmam Hüseyin əleyhissalatu vesselamla bağlı olsun birbaşa. Şükür ki Allah ona da inayet elədi və Məhərrəm səfər ayı qutardı. İnşallah yenə də Allahın inayeti ilə qaydırıq keçmiş mövzumuza ki, Əmir-əl-Müminin əleyhissalamın xütbəsi idi və xütbənin ikinci hissəsinin əvvəlin oxumuşduq. İmam buyururdu: "Əynə əxyarukum və sulahaukum və əynə əhrarukum və sumahaukum və əynəl mutəbərri'un fi məkasibihim vəl mutənazzihun fi məzahibihim." İmam buyururdu: "Hanı sizin yaxşılarınız və salihləriniz? Hanı sizin azadlarınız və səxavətliləriniz? Hanı sizin qazancda təqvaya riayət eləyənləriniz? Hanı sizin düz məzhəbi seçənləriniz, əqidəsini pak eləyənləriniz?" Bu hanıları demişdik. İmam deyir, hanı, yəni yoxdular. Bu günləri o insanlar aramızdan gediblər. Yəni İmam əleyhissalam elə bir çətin vaxtda gəlib çıxmışdı ki, təsəvvür eləyin, bu məsələni mən bu xütbənin əvvəlində qeyd olunmuşdu, neçə aylar öncə qeyd eləmişdik ki, İmam Əli əleyhissalam zamanın və möminlərin çətinliyindən şikayət eləyir. Bilirsiniz hansı dövrdə şikayət eləyir? Hələ o xalis möminlərin dövrü bitməyib. Hətta möminlər o qədər xalis olublar ki, bugün biz o qədər xarab olmuşuq ki, onların xalisliyini heç başa düşmərik. Çox yekə dedim? Yox, gəl bir dənəsini deyim, görək nə qədərsi qala bilir sabit öz fikrində. Mədinədən bir qrup müsəlman Məkkədən gələnlərin mizbanı oldu, olmadı? Mədinəlilər ənsar idilər, Məkkəlilər də mühacir. Məkkədən hicrət elədilər, gəldilər Mədinəyə, Mədinəlilər də bunları qarşıladılar. Düz? Necə qarşıladılar? Evləri kimin artıq evi var idisə, verdi mühacirə.
Heç kim özü üçün artıq ev saxlamadı. Kimin artıq evi var idisə, verdi mühacirə. Bəziləri var idi, artıq evi yox idi. Öz yaşadığı evi böldü mühacirlə. Bunlar hamımızın qəbul edə bildiyimiz məsələlərdir, adi şeylərdir bunlar. Bəziləri var idi, birdən çox həyat yoldaşları var idi. Boşadılar, iddələri bitdi, verdilər mühacirə ki, ailə qursunlar. Bir dənə kişinin bir neçə dənə həyat yoldaşı var. Təlaq verir, sonra mühacirlə evləndirir. Ki bunlar subay qalmasın, o üçün evlənmə imkanları yoxdur. Mənim 3 dənə həyat yoldaşım var, bunun bir dənə də yoxdur, subay qalıb. Peyğəmbər də buyurur ki, kim subay dünyadan geçsə mənim ümmətimdən müsəlman sayılmaz. Həzrət Əli bu zamanda deyə hələ, kişi artıq, yəni mən loru anlamda deyirəm, əlavə birdən çox xanımına təlaq verir, müsəlman qardaşına verir. Həzrət Əli bu dövrdən şikayət eləyir. Hindi müsəlman müsəlmanın halal arvadına göz tikir. Görün hindi biz hardayıq? Kişi halal arvadına təlaq verib, iddəsini bitirir, müsəlmanla ailə qurdurur. Hindi müsəlman müsəlmanın halal ailəsinə göz tikir, namərdlik eləyir. Görün biz hardayıq? Həzrət deyir ki, yaxşımız qalmayıb. Görəsən, hindi olsa nə olar? Həzrət